Təkcə ötən il Dövlət Məşğulluq Agentliyi vasitəsilə 578 mindən çox şəxs məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 72 mindən çoxu gənclərdir və işlə təmin olunublar. 234 mindən çox gəncə karyera və peşə yönümlü məsləhətlər verilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev ADA Universitetində dövlət proqramı məzunları üçün keçirilən Qlobal Təhsildən Milli İnkişafa Karyera sərgisində deyib. Nazir müavini qeyd edib ki, gənclərin əmək bazarına çıxışı nə qədər düzgün qurulsa, ölkənin gələcək dayanıqlılığı da bir o qədər güclü olar. Burada karyera istiqamətləndirilməsi, bacarıqların inkişafı, peşə seçimi, əmək bazarına uyğunlaşma və ilk addımın daha sağlam atılması üçün bütöv bir dəstək mexanizmi qurulub. Bu işin bölgələrdə və paytaxtda da necə genişləndiyini görə bilərik. 11 regionu əhatə edən Peşəfest 95 minə yaxın iştirakçının da qoşulması təsadüfi deyil. Gənclər düzgün seçim etmək, əmək bazarını daha yaxından tanımaq və özlərini daha inamla təqdim etmək üçün bu cür platformalara əlbəttə ki, ehtiyac duyulur. Qlobal Təhsildən Milli İnkişafa Karyera sərgisinin təşkilində əsas məqsəd dövlət proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir. Xaricdə təhsilə dair dövlət proqramı ölkəmizdə rəqabətə davamlı kadr potensialının formalaşmasına yönəlmiş dövlət siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, gənclərin qazandığı beynəlxalq təcrübə Azərbaycanın gələcək inkişafının əsas hərəkət verici qüvvələrindən hesab olunur. Xarici təhsil üzrə dövlət proqramı çərçivəsində artıq 1700-dən çox gəncimiz dünyanın ən aparıcı universitetlərində təhsil almaq üçün xaricə göndərilibdir. Xüsusilə texniki fənlərə, informasiya, kommunikasiya texnologiyalarına əlaqəli olan fənlərə, proqramlara maraq artıbdır və bizim hal-hazırda bu ixtisas istiqamətləri birinci yerdədir. Və biz düşünürük ki, ölkədə olan ciddi islahat prosesinin bir tərkib hissəsi olacaqlar bu məzunlar. Onların böyük hissəsi magistratura səviyyəsində təhsil alır və qısa müddət ərzində onlar məzun olduqdan sonra düşünürük ki, gəlib ölkəmizə töhfə verə biləcəklər. Qeyd edək ki, karyera sərgisində 40-dan çox nüfuzlu dövlət və özəl qurumu təmsil olunub. Məzunlar birbaşa işə götürənlərlə ünsiyyət qurmaq, CV-lərini təqdim etmək və gələcək karyera imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.